Bu nədir belə? Biri burada, biri burada. Bu istipol kollektorumuzdur. Sənə verilən məvacibdən razısanmı? Razıyam. Öz işindən razısanmı? Sizin işlərə baxdım və bir neçə qüsurlar var burada, onu mən sizə deməliyəm. Bura bir dənə müdaxilə ola bilər, bura dağılmalıdır. Yəni, bu da səhv quraşdırılıb. Bu da səhv quraşdırılıb. Aydındır. Sonra oranı da çökməlisən, oranı da dəyişməlisən. Avtomatik bunlarla yeri dəyişilməlidir. Çünki düzgün yazsın. Anladığım qədər bunu da səhv bağlayıb. Bəli, bu da səhv. Renat bəy, fikriniz nədir? Çox dəyərli izləyicilərimiz, sizləri Malibu Residensdən salamlayıram. Bir əlində 5 dənə işi tutan ustaları yoxlamaq istəyirəm. Yoxlamaq istəyirəm ki, görüm bir usta bir işi bacarır, yoxsa 5 işi bir yerdə bacara bilər. Beləliklə dəyərli izləyicilərimiz, bu usta hörgü ustasıdır. Lakin santexnika işində də iddialıdır. Palçıqdır, hörgü. Palçıqdır. Sən bilirsən ki, bura vuranda palçıq yox, betonla kərbizin arasına marta vurmaq lazımdır. Yəni yapışdırıcı olmalıdır. Yəni sement də eləmək olar, amma marta vursan daha möhkəm olar. Bilirdin bunu? Yox, Bilmirdin. O zaman gələn dəfə bunu bağlantıları, bu tərəfə olan bağlantı, bax o bağlantını, bax oranın bağlantısını, bunların hamısını ilə verəsən, mütləq marta ilə vurəsən. Bunu nə edəcəksən? bunu söküb düzəldəcək. Ay malades. Və beləliklə, dəyərli izləyicilərimiz, santexnika kimi ağır və məsuliyyətli bir işi həvalə etdik hörgü ustasına. Görək, nə baş verəcək? Orta diye təqribi, orta. Turban təqribi ortası saatları. Metlanın üstündən 2 Və Malibu Residensdə bizim serialımız davam edir. Başlayaq mı çəkilişimizə? Salam aleykum. Necəsiz? Rıza? Bayram usta, salam aleykum. Nətərsiz? Necəsiz? İşlərimiz necə gedir? Mənim də bunu de. Tam qaydasında. Tam qaydasında. Sənə verilən məvacibdən razısanmı? Razıyam. Öz işindən razısanmı? Süper. Necə? Süperdir. Allah köməyin olsun. Hansı işləri görmüsən? Nədən başlayaq? Sanitar qovşaq girişlər. Gəl sanitar qovşağından yox, başlayaq kombidən. Kombidən. Kombidən başlayaq ki, kombi, onun bağlantıları və bölgüləri. Belə yavaş-yavaş gedək, sənin işləri yoxlayaq. Yoxlayaq mı? Yoxlayaq. Sanitar qovşağının yanında texniki otağımız var. Mənzildə individual sanitar qovşağı var. Xol hissəsi, texniki otağı və sanitar qovşaqlarının hər ikisi, zal hissəsi və mənzilin mətbəxi isti döşəmə olacaqdır. Uşaq otaqları 1, uşaq otağı 2, həmçinin böyüklərin yataq otağında isə radiatorlar olacaq. Yəni isidici vasitələr. Okey, dəyərli izləyicilərimiz, biz hal-hazırda həmən bu mənzilin texniki otağındayıq və texniki otaqda kollektorlar 2 hissədən ibarətdir. Bu nədir belə? Biri burada, biri burada. Bu istipol kollektorumuzdur. Aha. Dövriyyə nasosu ilə idarə olunan istipolumuzdur. Dəyərli izləyicilərimiz dövriyyə nasosu. Bu pompa ondan ibarət. Mahiyyəti ondan ibarətdir ki, Mahiyyəti ondan ibarətdir ki, burada 45 dərəcəni qoyursan burada, bu 3 yollu vintildir, qarışdırıcı deyirik hətta. Əslində istipolun qanununda bu mütləqdir. gördüyüm qədər səndə isti döşəmənin kollektorunda, bu kollektorlarda eyni formada radiatorlarının kollektorun hamısı termoidarə edici iləndir. Termo idarə edicidir. Eyni formada hər bir otağın içərisində anladığım qədər isti döşəmə divardan termoidarə edici panellə idarə olunduğu kimi, həmçinin radiatorlar da idarə olunacaq, düzdürmü? Radiatorlarımızda idarə olunacaq. Dəyərli izləyicilərimiz, yenə də Malibu müstəqil ekspertləri və mütəxəssisləri dəvət elədim. Beləliklə, dəyərli izləyicilərimiz, Renat, salam aleykum, necəsiz? İşlər necə? Dəyərli izləyicilərimiz, Renat Termoklimat şirkətinin servis mütəxəssisi və rəhbəridir. Renat, salam aleykum. Salam aleykum, necəsiz? İşlər necədir? Və beləliklə, Bəhruz usta, necəsən Bəhruz usta? Bəhruz usta tanınmış mütəxəssisdir santexnika işləri üzrə. Həmçinin bizdə bu işdə bizə yardım göstərəcək şəxsdir. Renat bəy, siz bizim bu işə baxdınızmı? Sizin işlərə baxdım və bir neçə qüsurlar var burada, onu mən sizə deməliyəm. Renat bəy, bir mütəxəssis kimi bilmək istəyirik. Artıq baxın, siyaşka işlərimiz gedib. Bəli, tam bitibdir. Əla. Və artıq sənin isti döşəmən qaldı betonun altında. Santexnika işimizə artıq müdaxilə eləmək olmaz. Bura bir dənə müdaxilə ola bilər, bura dağılmalıdır. Renat bəy, artıq bizdə qardaş siyaşka işi qutarıb və
beton işi qutarıb, bütün mənzil artıq betonlanıb. Artıq geriyə dönüşü olmayan bir yola çıxmışıq qardaş. Və siz deyirsiniz ki, burada problem var. Bu problem nədən ibarətdir? Problem şükür Allah'a ki döşeme örtüyün altında, beton örtüyün altında değil. Problem kollektorun quraşdırılmağındadır. Okey. Burada yəni kollektorların giriş-çıxış kollektoru fərqli birləşməli. Yəni podaça gedən xəttə bu radometrli şüşələr olmalıdır. Üst hissədə, nasosun vuran hissəsində, qayıdan dönüş xəttində isə termostatik vannalar bağlanan dönüş kollektoru quraşdırılmalıdır. Yerləri dəyişilməlidir. Yəni mən anladığım qədər birinci səhv bizim bundan ibarətdir ki, bunların yerləri səhv qoyulub. Bu bizim isti döşəməmizin kollektorudur. Bəs burada necədir vəziyyət? Həmçinin, orada da həmçinin yerləri dəyişilməlidir. Yəni bu da səhv quraşdırılıb. Bu da səhv quraşdırılıb. Bəli. Aydındır. Renat bəy, sualım bundan ibarətdir. Burada nə problem var? Yəni bu radiatorlardır. Bu başa düşdüm. Burada problem var, amma burada nədir bəs? İstər radiator, istər istipol döşəmə üçün qulluq edən kollektorların hansının ki üzərində raskodometrlər var. O raskodometrlər olmalıdır podaçanın üstündə. Yəni kombidən gələn qaynar xəttin üstündə. Əla. Bunların görürsüz səviyyə şkalaları var. Bəli. Pompa basınç yaradanda bu səviyyə görsədənlər düşür aşağı və hansı konturda nə qədər dövrəyə gedir onu biz görə bilirik. Və hansı radiator xətti uzundur, hansı radiator yaxındır, onun dövriyyəsində olan suyun çox azını bunlar vasitəsilə azaldıb çoxalda bilirik, normallaşdıra bilirik. Aydındır. Bəs indi hal-hazırda burada bizdə gördüyünüz kimi aşağı-yuxarı fərqi var. Əgər olmasaydı belə, biz belə bir formada da bunu təhvil versəydik, nə baş verə bilərdi? Belə deyim, bunu belə təhvil versəydiniz, suyu zapravka eləyəcəydiniz, sistemdə su olacaqdı. Sadəcə kombini işə salmağa mütəxəssis servis tərəfindən gələndə işə salanda kombidə hansı aşıbqa çıxacaq, dövrəyə zəif gedir. Yəni mənzilimiz qıza bilərdi. Qızmayacaqdı. Yəni belə çıxır ki, qış payız fəslində nə isti döşəməmiz, nə də radiatorlarımız işləməyəcəkdi. Effektiv olmayacaqdı. Hansısa bir yaxın konturda ola bilsin ki, dövrəyə getsin xırda, amma temperatur Yəni ala bilməyəsiniz. ümumi sahəsi 200 kvadrat metr olan bir mənzildə istilik əldə edə bilməzdik. Mümkün deyildi. yox. Yəni bu formada çəkilişlə. Bir dənə sualım var və əsas açar suallardan biridir. Renat bəy, alınan mallarda, yəni santexnika mallarına bilirsiniz ki, yetərin qədər burada pul verilib. Bəli. Alınan malların keyfiyyətində bir sıxıntı varmı? Keyfiyyətində heç bir sıxıntı yoxdur. Amma istilikdə problem var. Yəni sadəcə yanaşma mexaniki səhv, tələsmə ola bilər bu, ola bilsin başqa bir nəsə ustanın. ola bilsin ki, ustanın sadəcə olaraq başı çıxmır. Başı çıxmır, o da ola bilər. Düzdür. Dəyərli izləyicilərimiz, hələ biz göz qabağında texniki servisin mütəxəssisinin gözü ilə gördüyü qədəri biz baxdıq və müzakirə elədik. Burada isə döşəmənin altında gedən borularımız var, Bəhruz. Və bir mütəxəssis kimi mən istəyirəm ki, sən bütün boruların hamısını müayinə edəsən. Çünki təkcə radiator və kollektor sistemi deyil, həmçinin bizim istilik soyuq su sistemimiz də var bu mənzildə ki, bunların girişi, çıxışı, kombi falan, bunların hamısı mütləq qaydada yoxlamağını səndən rica edirəm. Yoxlaya bilərsənmi? Deyirlər bir işi iki dəfə görmək pis şeydir. Hə, əfsuslar olsun ki, bu sənin işin deyil. Bu səndən öncəki santexnikin işidir. Hansı ki, bu sistemdən heç anlayışı olmayıb və bu işi görüb. Əruz usta bax bir-bir bu qurğuların hamısını yerindən çıxartmağa çalışır. Nə qədər vaxt lazımdır sənə bu işləri görmək üçün? 2 saata inşallah işlərin hamısını tamamlayar. Hələ bu səndə başlanğıcdır. Bundan sonra oranı da çökməlisən, oranı da dəyişməlisən. Bütün evin monitorinq eləməlisən ki, yəni bu işi görən usta digər işlərdə başqa bir kaçaklar buraxmayıb ki. Hamısını yoxlayacağam, məlumatı verəcəm. Əla. Və bu kollektorlar yetərincə bahalı kollektorlardır və artıq gördüyümüz iş 2 olub. Bütün evdə, bütün mənzilin təmirində bütün işlər dayandırılıb və bütün fikirlər bura yönləndirilib ki, məsələlərdə sıxıntımız yaranmasın. İndi bunu Bəhruzcan sökəndə elə ehtiyatla sökməlisən ki, sarvat olmasın, şüşələri sınmasın. Ehtiyatlı o şüşələr gəlir. Allah'a şükürlər olsun ki, dəyərli izləyicilərimiz, bax bu məqamda bu məsələni biz çözdük. Əks halda gələcəkdə böyük sıxıntılar yarana bilərdi. Buyur Bəhruz. Muxtar
Muxtar müəllim, bunlarda yeri dəyişilməlidir. Əgər kollektorlarımızın yeri dəyişilirsə, avtomatik bunların da yeri dəyişilməlidir. Çünki düzgün gəlsin. Anladığım qədər bunu da səhv bağlayıb. Bəli, bu da səhv. Renat bəy fikriniz nədir? Sözsüz ki, kollektorun yeri dəyişiləndə hava pruzoru üstə qalmaq şərti ilə yenə də o bypass yeri dəyişilməlidir. Yoxladın sistemi, artıq işləyirmi? Bura qaydasında. Dəyərli izləyicilərimiz, nə yaxşı ki, biz yoxlamanı apardıq. Yəni bizim səhifənin mahiyyəti ondan ibarətdir ki, insanları maarifləndirək və insanlar bilsinlər ki, necə iş görmək lazımdır, hansı mütəxəssislərlə işləmək lazımdır və bizim zaten yaranma mahiyyətimiz bundan ibarətdir. Nəticə isə budur ki, hər bir işi öz mütəxəssisinə həvalə etmək lazımdır. Sağ olun, sağlıqla qalın.